Deməli, bugünkü dərsimiz olacaq bərk cisimlərin və mayelərin xassələri. Birinci başlayaq mayələrin xassələrindən. Burada biz nəyi bilməliyik? Fərz edək ki, bizim bir dənə qabımız var və bu qabın içində müəyyən qədər su var. Düzdürmü? İndi burada iki maye molekulunun hərəkətinə baxacağıq. Deməli, molekulları anlayaq deyə biraz böyük çəkəcəm. Bir maye molekulunu suyun daxilində çəkirəm, bir maye molekulunu da suyun səthində çəkirəm. Deməli, bu olsun bizim birinci molekulumuz, bu olsun bizim ikinci molekulumuz. İndi burada biz görürük ki, birinci molekul hər tərəfdən su ilə əhatə olunub. Ona görə də buna hər tərəfdən su eyni qədər təsir edəcək. İstəyir yuxarı, aşağı, sağa, sola, nə bilim, bu şəkildə, yəni fərqi yoxdur da, bütün istiqamətdə eyni şəkildə qüvvələr təsir edəcək. Ona görə də bu suyun daxilindəki molekul üçün əvəzləyici qüvvəmiz olacaq 0. Çünki hər tərəfdən təsir edən qüvvələr bərabərdir, hamısı bir-birini tərəzləşdirir və əvəzləyici qüvvə olacaq 0. Amma səthdəki molekul üçün həmin şeyi deyə bilməyəcəyik. Çünki səthdəki molekula iki mühit təsir edir. Bax, bəli, molekulun bir hissəsi təbii ki, suyun içərisində olduğuna görə yenə də ona su molekulları təsir edir. Amma molekulun yuxarısı hava ilə təmasdadır. Ona görə də yuxarıdan da ona hava molekulları təsir edir. Və biz bilirik ki, havanın sıxlığı, yəni ümumiyyətlə qaz halında olan maddələrin sıxlığı mayenin sıxlığından kiçikdir. Yəni mayenin sıxlığı qazın sıxlığından böyükdür. Ona görə də burada səthdə olan molekulları suya çəkəcək o qüvvə yuxarıdakından çoxdur. Ona görə də burada biz əvəzləyici qüvvəyə 0 deyə bilməyəcəyik. Yəni burada bizim əvəzləyici qüvvəmiz aşağı istiqamətdə yönəlmiş olacaq. Yəni səthdəki molekul üçün əvəzləyici qüvvəmiz aşağı istiqamətdə yönəlmiş olacaq. Vəssalam. Buna görə də artıq maddələrin belə səthi gərilməsi başa düşülür. Aha, deməli buradan gördük ki, iki molekulunu yuxarıdan hava molekulları hava cəzb edir, aşağıdan maye. Maye də təbii ki, havadan daha böyük cəzb etməyə malik olduğuna görə burada səthdəki bütün molekullara aiddir bu. Təbii ki, birini çəkmişəm mən. Səthdəki bütün molekullara təsir edən, suya tərəf təsir edən qüvvə daha böyükdür. Bu da təbii ki, səthdə müəyyən bir təzyiq yaradır və bu təzyiq də normal istiqamətdə, yəni 90 dərəcə olaraq təzyiq yaradır və bu təzyiq də çox böyük olur. Buradakı bu qüvvə, əvəzləyici qüvvə bizim üçün səthi gərilmə qüvvəsi adlanır. Səthi gərilmə qüvvəsi mayenin səthi boyunca bu səthin kənarlarına perpendikulyar istiqamətdə təsir edən və səthi minimuma endirməyə çalışan qüvvədir. Yəni burada biz səthi bacardığımız qədər belə də aşağı çəkməyə çalışırıq. Aha, bunu da bildik. Bu oldu bizim səthi gərilmə qüvvəmizi və səthi gərilmə anlayışımız ümumiyyətlə belə deyək. İndi burada deməli biz səthi gərilmə qüvvəsinin ifadələrinə baxaq. Deməli səthi gərilmə qüvvəsi özü bu şəkildə sigma L ifadəsi ilə təyin olunur və burada istəsək biz təbii ki, sigma səthi gərilmə əmsalıdır, L isə səthin uzunluğudur. Uzunluğun yerinə 2πr də yaza bilərik. O da bərabərdir sigma. Təbii ki, 2πr özü 2r, yəni d kimi qəbul edib πd şəklində də saxlaya bilərik. Bunlar səthi gərilmə qüvvəsinin ifadələri olur, belə deyək. Aha, bundan başqa burada biz təbii ki, səthi gərilmə əmsalını da tapa bilərik. Sigma öz növbəsində deməli bərabərdir qüvvəni bölək uzunluğa və buradan vahid də təbii ki, çıxarda bilərik. Deməli, 1 qüvvənin vahidi newtondur, məsafənin də vahidi metr olduğuna görə 1 newton bölək metr şəklində də baxa bilərik. Burada sigma mayenin növündən asılıdır və temperaturdan asılıdır. Bir şey də yadımıza saxlayaq ki, deməli, sigma temperaturdan tərs asılıdır. Yəni, sigma bu şəkildə mütənasibdir, 1 böl temperatur şəklində yazaq ki, yadımızda qalsın. Bir də təbii ki, növdən asılıdır qeyd etdiyimiz kimi. Maddənin növündən də asılıdır. Mayenin növündən asılıdır, yəni belə deyək. Daha sonra burada sigma üçün biz böhran temperaturla bağlı bir şey yaza bilərik ki, böhran temperaturda, yəni bizim temperaturumuz bərabərdir T böhran olduğu halda, böhran temperaturu olanda, onda da sigmanın qiyməti 0-a bərabər olur. Bunu da qeyd kimi yadımızda saxlaya bilərik. Aha, böhran temperaturunu da bildiyimizə görə, deməli, ümumiyyətlə, hər hansı maye səthi gərilmə əmsalda ədədi qiymətsə, bu mayenin səthinin sahəsini 1 kvadrat metr dəyişmək üçün lazım olan işdir. İndi gəlin onu da alaq. Məsələn, deməli, işin ifadəsi A bərabərdir. Deməli, biz bilirik ki, məsələn, FH kimi düşünsək, o da bərabər
bərabərdir. F özü sigmadır. Sigma L daha doğrusu. Sigma L vuraq H. O da bərabərdir sigma. Burada L uzunluqdur, H da hündürlükdür. Yəni uzunluğu da belə də bu şəkildə yerdə hündürlük deyil, üzr istəyirəm, məsafədir. Yəni uzunluğu belə məsafəyə vuranda bilir ki, səthin sahəsini verir da bizə. Deməli sigma S şəklində alarıq. Onda buradan biz sigmanı tapsaq, sigma bərabərdir A böl S ifadəsini almış oluruq. Yəni burada sigma həqiqətən nə imiş? Səthin sahəsini 1 kvadrat metr dəyişmək üçün lazım olan iş. Yəni 1 joule bölək kvadrat metr. Unutmayaq ki, bu səthin sahəsini ifadə edir. Bu da olur sigma, yəni səthi gəlmə əmsalı haqqında məlumat. Bunları qeyd etdik. Bundan başqa biz nəyə deyə bilərik? Bundan başqa mayelərdə islatma hadisəsi var. İslatma nədir? Bərk cismin səthində mayenin yayılmasıdır. Yəni tutalım ki, sənin bir dənə belə bir taxtan var və yuxarıdan su damlası bu taxtanın üzərinə düşür. Düzdür, burada nə baş verir? Yəni su müəyyən qədər belə yayılır da. Bax, bu hadisə islatma hadisəsidir. İndi bu islatma hadisəsi də iki cür olur. İslatma ümumiyyətlə maye molekullarla bərk cismin molekulları arasındakı qarşılıqlı təsirin hesabına yaranır və islatma bərk cismin səthi yaxınlığında mayenin yayılmasıdır. İndi mayelər də iki qrupa bölünür. İsladan mayelər var, bir də islatmayan mayelər var. Burada bax iki dənə şəkil çəkəcəm. Əvvəl səthləri çəkək, iki dənə səth çəkək. Məsələn, bu olsun bizim birinci səthimiz, bu olsun bizim ikinci səthimiz və fərz edək ki, burada birinci səthdə deməli bu şəkildə birinci səthdə bu şəkildə mayemiz yaranıb. Düşünək ki, biraz nazik çəksək. Bax, bu şəkildə mayenin olduğunu düşünək. Belə. Bir də bu şəkildə ikinci səthimizdə də bu şəkildə mayenin olduğunu düşünək. Yəni, fikir verirsə, maye iki səthdə başqa cür yayılıb. Aha, indi burada biz nəyə baxırıq? Baxın, fikir verin. Birinci səthdə görürəm ki, maye səthə yayılıb da, belə deyək. Deməli, bu maye isladan maye adlanacaq. İsladan. Çünki səthdə yayıldı. Amma buna baxın, maye biraz da imkan versən, elə olduğu kimi qalacaq. Sanki səthi istəmir. Səthin buralarından belə yayılmaq istəmir. Səthdən qaçır kimidir. Ona görə də bu maye islatmayan maye hesab olunacaq. İslatmayan maye hesab olunacaq. İndi belə bir qaydamız var. Burada sizcə isladan maye niyə adlanacaq? Baxın, burada bilirəm ki, mayenin molekullar arasında cazibə var. Bir də maye ilə bərk cismin molekullar arasında cazibə var. Deməli, burada mayenin molekulu ilə bərk cismin molekulu arasında cazibə daha güclü olub ki, maye neyniyib? Bərk cisimdən cazibəyə görə bərk cisimdə yayılıb, düzdür? Amma islatmayanda mayenin özü ilə öz içərisində bir-biri ilə olan cazibə daha güclü olduğuna görə, bərk cisimlə olan cazibə isə zəif olduğuna görə, maye bərk cisimə yayılmaq əvəzinə özü kimi qalmağı seçir. Yəni, öz molekulları ilə daha böyük cazibəyə malik olduğundan, yəni maye yayılmaqdan qaçır da, belə deyək. Ona görə də deyirik ki, isladan mayelərdə maye arasında olan cazibə daha kiçikdir. Maye və bərk cismi arasındakı cazibə daha böyükdür ki, yayılıb da. İslatmayan mayelərdə isə tam tərsinə, maye ilə bərk cismin molekulları arasındakı cazibə azdır. Çünki çox olsaydı bu maye yayılardı da. Onda bəs nə çoxdur? Maye ilə maye arasındakı cazibə çoxdur ki, onlar bir-birinə daha bərk yapışaraq belə yumru formanı belə deyək də qoruyub saxlayırlar. İndi isladan və islatmayan mayeləri başqa nə ilə bilə bilərik? İsladan mayelərdə ümumiyyətlə belə bir şey var ki, mayenin yerləşdiyi qab belə deyək, isladıb ya da islatmamağını biz görə bilərik. İndi gəlin onları nəzərdən keçirək. Aha, indi bir dənə bu qabı nəzərdən keçirək. Fikir verirsinizsə, bu birinci qabda maye yuxarıya doğru qalxıb. Yəni, sanki islatmamağa çalışır da, bu divarın bu hissələrini islatmamağa çalışır, düzdürmü? Ona görə də bu maye bizim üçün yenə də islatmayan maye hesab olacaq. Digər mayəyə fikir verin, amma bu maye tamamilə elə bir qabın divarları tərəfindən isladılıb, yəni bu şəkildə ağzı daha aşağı meyli formada olub. Bu da təbii ki, yenə də isladan maye hesab olunacaq. İsladan maye hesab olunacaq. Bunu tapmağın başqa bir yolu da nədir? Burada ümumiyyətlə biz bir şey bilək ki, mayenin əyri səthi burada minus adlanır. Mayenin əyri səthinə çəkilən həmin toxunan qabın divarı ilə həmin toxunan arasında əgər 90 dərəcədən böyük, 180 dərəcədən kiçik
iki bucaq əmələ gələrsə, bu islatmayan mayedir. Bir dənə fikir verin. Həmən bu minus, yəni əyri xəttə bir dənə toxunanı çəkirəm. Baxın bu şəkildə və görürəm ki, həmin bu toxunanın qabla əmələ gətirdiyi bax bu bucaq, yəni bu alfa deyək də bu bucağa, bu alfa bucağı fikir verirsinizsə 90 dərəcədən böyükdür və 180 dərəcədən kiçikdir. Deməli, bu halda islatmayan mayelər yaranmış olur. Amma digər tərəfdə əyri səthə toxunan çəkdikdə isə görürük ki, burada əmələ gələn alfa bucağı necədir? 0 dərəcədən böyükdür, amma 90 dərəcədən kiçikdir. Yəni, başqa sözlə iti bucaqdır da. Bu zaman isə isladan maye əmələ gəlir. Bunu da yadımızda saxlayaq. Daha sonra biz burada belə bir qeyd yaza bilərik ki, əgər fikir verin bir dənə, əgər alfa burada belə deyək də, alfa 0 dərəcə olarsa, burada alfa 0 dərəcə olarsa, onda tam isladan maye olacaq, tam isladan və əgər düşünsək ki, yox, alfa 180 dərəcədir, yəni maksimaldır da, onda da tam islatmayan maye hesab olunacaq. Tam islatmayan mayədən danışılmış olacaq. Bunları da yadımızda saxlayırıq. İndi sizə bir söz deyim. Burada çökük səthlər görürük, düzdürmü? Bax, burada çökük səth var, burada isə qabarıq səth var. Yəni, mayenin səthində fərqli bir səth var. Bu səthdə yaranan təzyiq var və bu təzyiq bizim üçün Laplace təzyiqi hesab olunur. Və Laplace təzyiqinin də bilirsiniz məqsəd nədir? Mayeni, belə deyək də, düz formaya gətirməyə çalışır. Mayenin əyriliyini pozmağa çalışır. Ona görə də məsələn burada fikir verin, əgər mən bu mayeni düz formaya gətirmək istəsəm, deməli bu əyriliyi aşağı çəkmək məcburiyyətindəyim də, düzdür? Ona görə də deməli burada Laplace təzyiqi bax bu istiqamətdə aşağıya doğru yönələcək. Amma bir dənə buna baxın, mən bunun səthini düz eləmək istəyirəmsə, nə etməliyəm? Bu əyriliyi sanki yuxarı dartmalıyam ki, bu düz alınsın da deməli. Onda deməli burada nə olacaq? Laplace təzyiqi yuxarı istiqamətdə yönələcək. Deməli Laplace təzyiqi həmişə nə olur? Mayedən əks tərəf olur da, belə deyək. Qabarıq səthlərdə isə mayeyə doğru olur, çökük səthlərdə isə mayenin əks tərəf olur. Yəni belə yadınızda saxlaya bilərsiniz, ümumiyyətlə yaddan çıxırsa, mayenin səthini düz eləməyə çalışır da, düzləşdirməyə çalışır. Ona görə də yəni düzləşdirmək üçün hansı istiqamətdə suyu dartmaq lazımdırsa, o elə Laplace təzyiqinin istiqaməti olur. İndi gəlin burada Laplace təzyiqinin ifadəsindən də danışaq. Deməli, Laplace təzyiqin özünü mən necə düşünə bilərəm? Laplace təzyiq özü nə idi? Qüvvə bölək səthin sahəsidir. Yəni F səthi gərilmə qüvvəsi bölək səthin sahəsi şəklində yaza bilərəm. Mən burada səthi gərilmənin yerinə sigma L yazsam, indi öyrəndik. Bölək səthin sahəsi o da bərabərdir. Sigma ilə işim yoxdur. L-in yerində 2 pi r yazıram. 2 pi r bölək, S də səthin sahəsi də pi r kvadratıdır da həmişə. Onun yerinə pi r kvadrat yazıram. Fikir verirsinizsə buradan pi'lər ixtisar gedir, r-in biri ixtisar gedir və 2 sigma bölək r düsturu alınır. 2 sigma bölək r düsturu alınır. Bu da nədir? Laplace təzyiqinin, belə deyək də, əslində düsturudur. P bərabərdir 2 sigma bölək r. Əslində mən sizə burada D ilə də yaza bilərəm. Yəni 2 sigma bölək r özü D bölü 2 daxı. D bölü 2 yazsam, yəni 4 sigma bölək D şəklində də ifadə oluna bilər. Əslində alınmasını bilmək çox da vacib deyil. Yəni bax bu düsturu və təbii ki də ondan alınan diametrindən olan düsturu. Bu iki düsturu bilsək, bunlar bizim üçün təbii ki kifayətdir. Aha, bu da olur bizdə Laplace təzyiqinin ifadəsi. İndi burada kaplyarlıq hadisəsi var, kaplyar borular var. Gəlin onlardan da danışaq. İndi deməli danışırıq kaplyarlıq hadisəsindən. İndi kaplyarlıq hadisəsi nədir? Ümumiyyətlə kaplyarlıq hadisəsi kaplyar borulardan bəhs edən bir hadisədir. Deməli kaplyar boru bəs nədir? Kaplyar boru diametri uzunluğuna görə çox-çox kiçik olan borulardır. Yəni belə bu şəkildə nazikliyi uzunluğu ilə müqayisədə çox-çox kiçik olan nazik borular kaplyar borulardır. Amma kaplyar borularda islatmayan mayedə özünü başqa cür göstərir. Məsələn, bir dənə fikir verək. İsladan mayedə fikir verirsiniz ki, kaplyar boruda nə olub? Baxın, isladan maye bilirik ki, bu şəkildə çökük olur və kaplyar boruda maye yuxarı çıxıb. Bunun səbəbi nədir? Çünki təbii ki, biz bilirik ki, isladan mayedə maye ilə bərk cismin molekulları arasındakı cazibə çox olduğuna görə bərk cismin molekulları ilə mayenin molekulları cazibəsi artdığından maye təbii ki, boruda bu şəkildə qalxıb. Amma islatmayan mayedə görürük ki, qabarıq səthi olan maye idi bildiyimiz kimi və islatmayan mayedə görürük ki, kaplyar boru daxil edəndə maye əksinə itələnir. Çünki
Yəni burada bərk cismin molekulları ilə cazibəsi azdır axı. Mayenin maye ilə cazibəsi çox olduğuna görə baxın fikir verin, molekullar sanki bir-biri ilə daha sıx bağlı olduğuna görə boruda qalxmaq istəmirlər, əksinə aşağı düşürlər. Amma bu tərəfdə maye bərk cisimlərlə, yalnız hər tərəfdən bərk cisimlərlə fikir verirsinizsə, daha çox bir yerdə olmağa çalışır, amma burada maye və maye molekulları daha çox yaxınlıq göstərirlər. Ona görə də deməli burada görürəm ki, isladan borularda, daha doğrusu isladan mayelərdə kapillyar boruda su yuxarı çıxır. İslatmayan mayedə isə, islatmadığına görə belə deyək, islatmayan mayedə isə su əksinə borudan aşağı doğru enir, belə deyək. İndi burada bir sıra hadisələr var, gəlin onları nəzərdən keçirək. Deməli, biz ümumiyyətlə bilməliyik ki, mayenin, kapillyar boruda qalxan mayenin çəkisi səthi cərimə qüvvəsinə bərabər olacaq. Yəni, burada qüvvələrin bərabərliyi şərti ödənir. Çünki məsələn bu boru kimi düşünək, bu borudur. Bunun içərisində su varsa, məsələn, bu şəkildə, bu tutalım ki, isladan maye idi, bu su da burdadır. Bu suda belə bir hadisə baş verir. Yəni burada kapillyar boruda bu qalxan su var, gördüyümüz kimi. Bu suyun çəkisi, yəni aşağı doğru mg'si səthi gərilmə qüvvəsinə, yəni sigma ilə belə deyək də bərabər olur. Ona görə də biri yuxarı aşağı olduğuna görə bərabər olur. Onda deməli birinci şərtimiz nə olacaq? Birinci şərtimiz olacaq. Deməli F səthi gərilmə qüvvəsi bərabər olacaq mayenin çəkisinə, P-yə. Düzdürmü? İndi səthi gərilmə qüvvəsinin yerinə təbii ki, sigma L yazacağam. Yəni yaza bilərik. Bərabər olacaq nəyə? Çəkinin də yerində təbii ki, mg yaza bilərik. İndi burada biz bir sıra alınmalar eləyəcəyik, amma bilin ki, alınmaların hamısı, baxın, bu bərabərlikdən alınır. Məsələn, burada qalxan mayenin kütləsini soruşsa bizdən, M bərabərdir. M sadəcə buradan tapacağıq da sigma L bölə J şəklində ifadə alırıq ki, bu da nə olur? Boruda qalxan mayenin kütləsi olur. Aha, daha sonra təbii ki, buradan başqa ifadələr də ala bilərik. Məsələn, tutalım ki, M-in yerində ρV yaza bilərəm. Yəni yazaram ρV bərabərdir sigma L bölə J-yə. Düzdürmü? Daha sonra burada nə edə bilərəm? Buradan həcmi tapa bilərəm. V bərabərdir. Yəni bu düsturdan nə alaram? Alınır ki, lap istəyirsiniz burada yazacaq. V bərabərdir. Deməli, sigma L bölə ρJ. Düzdürmü? Baxın, sigma L bölə ρJ də boruda qalxan mayenin həcmidir. İndi burada gəlin, boruda qalxan mayenin hündürlüyünü də təyin edək. Bu hündürlük bizim qarşımıza çox çıxır deyə onu ayrıca vurğulamaq istəyirəm. Deməli, yenə də təbii ki, baxın buradan gələcək. Deməli, biz bildik ki, sigma L, yəni ümumiyyətlə səthi gərilmə qüvvəsi bərabər oldu çəkiyə və buradan sigma L-i bərabər qoyduq mg-yə. İndi görün nə edəcəyik? Sigma ilə işim yoxdur. L-in yerində yazıram 2 pi yer. Bərabərdir. M-in yerində yazıram ρ, V, J. Düzdürmü? O da bərabərdir ρ, V-nin yerində mən bilirəm ki, həcm nəyə bərabərdir? Sahə vuraq hündürlük. Vuraq J. Düzdür? Bu şəkildə. İndi buradan da hündürlüyü tapanda H bərabərdir. Nə alırıq? Sigma vuraq 2 pi r bölək ρ, S, H, J. Rho S, J. Düzdür? O da bərabərdir. Sigma vuraq 2 pi r bölək rho. Sahənin yerində indi kapillyar boru silindrik formada olduğuna görə, yəni pi r kvadrat yazacağıq. Vuraq J. Buradan da r'lər ixtisar gedir. Biri gedir burada. Pi'lər ixtisar gedir. Deməli, düsturumuz nə olur? 2 sigma bölək rho J r alınır. Yəni, bu onda olur. Boruda qalxan mayenin hündürlüyü. Amma məsələn bir söz deyim ki, tutalım ki, birdən hansısa məsələdə qəbula düşmüşdü bu. Kvadrat deyir. Kvadrat deyirsə, yəni burada artıq sən sahənin yerinə pi r kvadrat yaza bilmərsən axı. Kvadrat deyirsə a kvadrat yazacağıq bura və oradan cavabımız alınacaq. Deməli, onda amma bu cür mayelər üçün h bərabərdir 2 sigma bölək rho J r bizim üçün olur nə? Boruda qalxan mayenin hündürlüyü bu düsturdan çox istifadə olunur. Mütləq yadımızda saxlayaq. İndi fərz edək ki, burada başqa cür bir qeyd yazaq ki, qeydimiz nə ola bilər? Fərz edirəm ki, boru içərisində olan maye qab, məsələn, təcillə yuxarı ya da aşağı doğru hərəkət edir. Əgər A təcillə
yuxarı hərəkət olarsa, onda hündürlük h bərabərdir 2 sigma bölək rho j plus a vuraq r şəklində olacaq. Bax, yenə deyirəm, burada qalxan təcildən söhbət gedir. Borunun özünün yuxarı aşağı qalxmağa getməyindən söhbət getmir. Təcil yuxarı olanda bu düsturdur. Və yaxud da əgər A təcillə aşağı doğru hərəkət olsa onda hündürlüyümüz h bərabərdir 2 sigma bölək rho j minus a, yəni çıxaq a r şəklində ifadə olunacaq ki, bu da aşağı təcilli hərəkətlədir. Bir dənə qeyd demək istəyirəm. Bəzən ola bilər ki, bizə planetlərdən danışar, planetlərin kütləsini verər, radiusunu verər. Onda biz o dəqiqə ağlımıza gəlməlidir ki, düsturumuz h bərabərdir 2 sigma bölək rho j r-dir axı. Yəni biz burada j-ni aça bilərik də, j qravitasiya sabitidir. 2 sigma bölək rho kiçik j nəyə bərabərdir? Böyük j m bölək r kvadratı vuraq r. Düzdür? Yəni bu şəkildə bizim asılılığımız deyilən bir anlayış var axı. Ona görə də buradan da biz alırıq ki, h bərabərdir 2 sigma r kvadratı bölək rho j m r şəklində ifadə ola bilər. Yəni burada böyük r yerin radiusudur, kiçik r də borunun, o ayrı-ayrı şeylərdir təbii ki. Yəni bu şəkildə də belə bir düsturumuz da ola bilər. Bu düstur da bizi çaşdırmasın. Bunları bilək. Bundan başqa nə deyə bilərik biz? Yenə deyirəm, əgər kvadrat şəkilli bir borudan söhbət getsə, orada S-in yerinə biz pi r kvadratı açacağıq. Ona görə də kvadrat şəkilli boruda belə düsturumuz bu şəkildə olacaq ki, h bərabərdir 4 sigma bölək, deməli, rho j a şəklində olacaq. Çünki orada da uzunluğun yerinə perimetrdə, yəni 4a yazacağıq. A kvadratla ixtisar getdiyinə görə burada 4 alınacaq. Yəni bu nə üçündür? Bu yalnız kvadrat şəkilli boru üçündür da, belə deyək. Bu da oldu kvadrat şəkilli boruda, deməli, hündürlüyün ifadəsi. Mütləq yanımızda saxlayaq. Daha sonra belə bir dənə də qeydimiz ola bilər ki, sıxlığı rho olan maye r radiusla kapillər boruda qalxanda qüvvənin gördüyü iş də var. O da A bərabərdir. Qüvvənin gördüyü iş, deməli, A bərabərdir 4 pi sigma kvadratı bölək rho j şəklində olacaq ki, bu da görülən işin ifadəsidir. Bəs mayelər haqqında bu qədər deyə bilərik. İndi bərk cisimlərdən danışaq. Bərk cisimlər ümumiyyətlə iki yerə bölünür. Kristallar və amorf cisimlər. Bunları gəlin yazaq. Deməli, bərk cisimlər iki yerə bölünür. Kristallar və amorflar. Ümumiyyətlə kristallarda atom və ya molekullar nizamlı quruluşa malikdir. Yəni onu biz mütləq qeyd etməliyik ki, kristallar nizamlı quruluşa malik olur. Nizamlı quruluş olur, amma amorf cisimlərin nizamlı quruluşu olmur. Bundan başqa, kristalların müəyyən ərimə temperaturu var, amorflar isə ərimə temperaturu müəyyən bir intervalda olur. Məsələn, tutalım ki, 20 dərəcə ilə 30 dərəcə arası temperaturda əriyir. Amma kristallarda konkret, məsələn, 40 dərəcə ərimə temperaturudur deyə konkret ərimə temperaturu olur. Deməli, kristallar özləri iki qrupa bölünürlər. Burada kristalları biz iki qrupa bölə bilərik. Burada kristallar monokristallar və polikristallar olmaqla iki yerə bölünür. Deməli, monokristallar periodik təşkillalanan qəfəslərdən təşkil olunur. Polikristallar isə çoxlu sayda kiçik monokristallardan təşkil olunur. İndi amorf maddələr üçün biz onu deyə bilərik ki, amorf maddələr aşağı temperaturlarda özlərini bərk cisim kimi aparırlar. Yuxarı temperaturlarda isə, yəni çox qızma zamanı yüksək temperaturlarda özlərini maye kimi aparırlar. Amorflar üçün də biz bunu deyə bilərik. Deməli, bunda qeyd edirik ki, aşağı temperaturda bərk, yuxarı temperaturda maye kimi aparır. İndi burada kristallar və amorflar üçün izotropluq və anizotropluq xassələri var. Bu nə deməkdir? Anizotroplar kristallardır. Düzdür, monokristallar anizotrop olsalar da polikristallar izotroplar. Amma əksər bərk maddələr kristallar və onların əksəriyyəti anizotropluq xassəsinə malikdir. Anizotropluq xassəsi deyəndə isə nə başa düşülür? Bunu deyək. Fiziki xassələr müxtəlif istiqamətlərdə müxtəlif olur. Müəllim, bəs nədir fiziki xassələr? Fiziki xassələr dedikdə nə bilim, elektrik keçiriciliyi, istiliyi keçirməsi, işığı necə keçirməsi, ümumiyyətlə maddənin möhkəmliyi, mexaniki möhkəmliyi və s. bunun fiziki xassələridir. Bu fiziki xassələr
Müxtəlif istiqamətlərdə müxtəlif olur. Anizotropiyadır və kristallara aiddir. Müxtəlif istiqamətlərdə eyni olanda isə izotropiya adlanır. Bu da amorf cisimlərə aiddir. Bəs bu nə deməkdir? Müxtəlif istiqamətlərdə eyni olmaq və s. Məsələn, tutalım ki, iki dənə maddə götürək. Bunların hər ikisini qızdıracağam. Yəni qızdırmaqla da mən bunların nə edirəm? Fiziki xassəsini yoxlayıram da, çünki istiliyi keçirməsini yoxlayıram. Bu olsun anizotrop. Bu olsun izotrop. İndi qısa yazacağam başa salmaq üçün. Bu olsun izotrop. İndi anizotropu mən qızdırıram. Yəni fiziki xassəsini yoxlayıram. Anizotropu tutalım ki, bax buradan qızdırdım. Düzdür? Ortadan bir yerdən qızdırdım. Bax yuxarı çox qızır. Bura belə qızır. Bura kimi qızır. Bax fərz edin ki, belə bir qızma baş verir. Anizotroplarda fikir verirsiniz. Müxtəlif istiqamətlərdə müxtəlif oldu. Yəni yuxarı yaxşı qızdı, orta biraz zəif, qıraqlar biraz qəribə və burada qızmış zonanı götürsəm, bu şəkildə belə baxın ellipsis formasında alınacaq. Yəni burada həqiqətən mən gördüm ki, müxtəlif istiqamətlərdə müxtəlif bir qızma olur. İzotropiyada isə məsələn mən ortadan tutam ki, qızdırmağa başlamsa, yuxarı nə qədər qızıbsa, burada o qədər qızır. Aşağı da o qədər qızır. Yəni burada belə qızır, burada həmçinin eyni qızır. Yəni fikir versək bütün istiqamətlərdə, müxtəlif istiqamətlərdə eynidir. Bütün istiqamətlərdə eynidir. Və qızmış zonaya baxsam, görürəm ki, tamamilə bir çevrə almış olam, düzdür? Yəni müxtəlif istiqamətlərdə eyni göstərdi fiziki xassəsi. Hər yeri eyni qızdı. Amma burada istiliyi hər yeri eyni keçirmədi. Ona görə deyirlər ki, anizotroplar müxtəlif istiqamətlərdə fiziki xassələri müxtəlif olur. Amma izotroplar isə müxtəlif istiqamətlərdə eyni olur. Kristallar anizotropdur, amorflar isə izotropdur. İndi bunu da qeyd eləyək. Deməli anizotrop nə oldu? Fiziki xassələrin müxtəlif istiqamətlərdə müxtəlif olması kristallara aiddir. İzotroplar isə fiziki xassələrin müxtəlif istiqamətlərdə eyni olması, bunlar da amorf cisimlərə aiddir. Ümumiyyətlə kristallar belə olur da, belə deyək, quruluşları belə olur ki, kristal qəfəs əmələ gətirirlər və zərrəciklər də həmin kristal qəfəsin düyünlərində yerləşir və həmin yerdə kristal qəfəsin düyün nöqtələri yerləşir. Kristal qəfəsin növlərinə görə kristallar 4 yerə bölünür. Metallik qəfəs, atom qəfəs, ion qəfəsi və molekulyar qəfəs. Bunları da yadımızda saxlayaq. İndi kristallarda da rabitə enerjisi var. O da təbii ki, tam enerji ilə təklənmiş atomlar toplusunun enerjilər fərqidir. Yəni bunu da bir qeyd kimi yadımızda saxlaya bilərik. Daha sonra biz nəyə bilə bilərik? Bərk cisimlərdə deformasiya dediyimiz xüsusiyyət var. Ondan da danışaq. Bərk cisimlərin deformasiyasının əsas 5 növü var. Bu deformasiyalar aşağıdakılardır. Deməli, gərilmə, buna dartılma da deyə bilərəm, sıxılma, sürüşmə, əyilmə və burulma deformasiyaları. Deməli, bundan başqa biz nəyə deyə bilərik? Bundan başqa biz burada qeyd edə bilərik deformasiya zamanı baş verən hadisələr. Ümumiyyətlə, deformasiya nə idi? Deformasiya xarici qüvvənin təsiri ilə cismin forma və ölçülərinin dəyişməsi idi. İndi burada deformasiyanın əvvəlki yay dərsimizdən, yəni elastiklik qüvvəsi dərsindən təbii ki, bilirik, amma yenə də bərk cisimlər üçün də bu deformasiyaların nə olduğunu vurğulayaq. Deformasiya deməli tutalım ki, maddənin müəyyən bir uzunluğu var və biz o maddəni dartarkən onun uzunluğunu təbii ki, uzadırıq, sıxarkən də onun uzunluğunu azaltmış oluruq, belə deyək. Elə yaydan danışsaq məsələn, burada tutalım ki, bizim ilkin baş halda yayın vəziyyəti bu şəkildədir. Daha sonra mən bunun ilkin vəziyyəti həmişə bizim üçün, yəni mövcud uzunluğu, belə deyək, yayın ilkin mövcud uzunluğu bizim üçün L0 qəbul ediləcək. L0. İndi fərz edirəm ki, mən bu yayı dartıb uzatmışam. Yəni nə etmişəm? Yayı deformasiyaya məruz qoymuşam da, belə deyək. Bax bu şəkildə. Bax bu şəkildə. Bu yayı mən bu cür deformasiyaya məruz qoyanda artıq bunun ikinci uzunluğu mənim üçün L qəbul ediləcək. Yəni L0 başlanğıc, L sonrakı uzunluqdur. Bəs bu yayın mənim nə qədər uzandı? Delta L qədər uzandı. Çünki son uzunluqdan başlanğıc uzunluğu çıxsam, mən bu yayın nə qədər uzandığını tapa bilərəm ki, bu bizim üçün nəyi ifadə edəcək? Bu bizim üçün mütləq uzanmanı ifadə edir. İndi burada nisbi uzanma anlayışı var. Nisbi uzanmada epsilon hərfi ilə işarə olunur. Mütləq uzanmanın başlanğıc uzunluğu olan nisbətidir. Burada mütləq uzanmanın yerinə L çıxaq, L0 yaza bilərik. Bölək L0. Burada da ayrı-ayrı məxrəclər şəklində, baxın, bu şəkildə yazsaq, buradan bir dənə də ifadəmiz çıxır ki, L bölək L0 çıxaq 1. Deməli, bu iki düstur bizim üçün nisbi uzanmanın
ifadələridir və burada görürük ki, nisbi uzanma uzunluğun uzunluğu olan nisbətidir. Ona görə də təbii ki, vahidi yoxdur. İndi biz bunları yadımıza saldıqsa burada bir də mexaniki gərginlik anlayışı var. Gəlin bir də mexaniki gərginlik anlayışından danışaq. Mexaniki gərginlik ümumiyyətlə deformasiya olunmuş cismin halını xarakterizə edir və mexaniki gərginlik delta hərfi ilə işarə olunur. Belə deyək də, baxın bu şəkildə delta hərfi ilə işarə olunur və mexaniki gərginlik qüvvənin səthin sahəsinə olan nisbəti ilə təyin olunur. Yəni fikir versəz, əslində bu bir baxımdan, yəni təzyiq kimidir da, 1 kvadrat metr səthə düşən qüvvəni göstərir. 1 Newton bölək kvadrat metr. Bunun da təbii ki, vahidi ilə təzyiq kimi 1 paskaldır. Və bu bizim üçün olur, qeyd etdiyimiz kimi nə? Mexaniki gərginlik. Bunu qeyd edək. Aha, mexaniki gərginlik. İndi biz burada əlavə əvəzləmələr də apara bilərik. Yəni burada mexaniki gərginliyin ifadəsini bildikdən sonra, yəni siqmanın yerində təbii ki, F-in yerində mg də yaza bilərəm. Mg bölək S şəklində də baxa bilərəm və burada çarpaz vursam, deməli siqma S bərabərdir mg şəklində də məsələlər almış ola bilərik. Aha, bunları da bildik. Bu ifadəni də nəzərimizdə mütləq saxlayaq. İndi elastiklik qüvvəsi olanda F-in yerində kx də yaza bilərəm. Baxın, F-in bir düsturu kx-dır. Bir düsturunda biz indi aldıq ki, sigma S ala bilərəm buradan, düzdürmü? Yəni S-in bir düsturunda sigma S şəklində ala bilərəm. Bu ikisini bir-birinə bərabər qoyduğum halda yarana bilər. Yəni mən yazaram ki, sigma S bərabərdir kx. Bu şəkildə də elə məsələlərimiz ola bilər ki, sərtliyi soruşar, nə bilim uzanmanı soruşar və s. Bu şəkildə də yarana bilər. İndi mexaniki gərginliyin nə oldu? Ədədi qiyməti nümunənin 1 kvadrat metrindən, yəni vahid ençəsindən keçən, vahid ençəsindən daha doğrusu düşən elastiklik qüvvəsini göstərir. Aha, indi buradan biz Hooke qanununu çıxardacağıq. Aha, yazırıq Hooke qanunu. Hooke qanununda deyirik ki, kiçik deformasiyalarda mexaniki gərginlik, həmin bu keçdiyimiz siqma nisbi uzanma ilə düz mütənasibdir. İndi buradan necə bir nəticə gəlir əslində? Yəni biz bilirik ki, mexaniki gərginlik özü belə düşünək də, gəlin bir dənə baxaq. Aha, deməli bu qanunumuzdan ifadə edir. Deməli 2 dənə qüvvəmiz var. F bərabərdir kx və F bərabər sigma L. Düzdür? Sigma S daha doğrusu. Bu ikisini bir-birinə gəlin bərabər qoyaq. Çünki ikisi də qüvvədir də, bərabər qoya bilərəm. Onda yazıram ki, deməli kx bərabərdir sigma S-ə. Düzdür? Burada K nə idi? Yayın sətliyi. Yadınızdadır, biz keçmişdik ki, K-nın öz düsturu var idi. SY bölə Y0. Yəni burada S səthin sahəsi idi. Y belə deyək də Young modulu idi. L0 da əvvəlki uzunluğu idi. Burada da X mütləq uzanmadı da. Gəlin bunu delta L ilə işarələyək. Yəni X delta L ilə təbii ki, hər yerdə işarələyə bilərik. İndi burada gəlin K-nın yerində bu ifadəni nəzərə alaq. Yazıram. SY bölək L0 vuraq delta L bərabərdir sigma, deməli, bir yazıq, sigma S-ə. İndi burada hər tərəfdən S-lər ixtisar gedir. Bir də fikir verin, burada delta L bölək L0 alınır. Bu elə nisbi uzanma deyil ki, bunu da nəzərə alsam, onda sigma bərabər olur nəyə? Deməli, Young modulu vuraq epsilon. Bax, bu ifadə bizim üçün olur Hooke qanununun riyazi ifadəsi. Yəni, Hooke qanununda həqiqətən nə deyilir? Kiçik deformasiyalarda mexaniki gərginlik nisbi uzanma ilə həqiqətən də düz mütənasib imiş. Bunu da bir daha buradan görmüş oluruq. Bu şəkildə bunu yadımızda saxlayırıq və bununla da Hooke qanununu öyrənmiş oluruq. İndi burada gərilmə diaqramı var. Gəlin o gərilmə diaqramına baxaq və onun nə olduğunu nəzərdən keçirək. Aha, indi gəlin bu qrafiki nəzərdən keçirək. Baxın, birinci baxıram O A hissəsinə. Buranı da bir dənə O hərfi ilə işarə eləyək. Aha, buna deyirəm O A hissəsi. Görürsünüz ki, qırmızı ilə işarələdim. O A hissəsində mən nə görürəm? Görürəm ki, mütənasiblik həddidir da. Yəni burada deməli mexaniki gərginliyi Y-dən düz asılıdır. Yəni burada Hooke qanunu ödənilir. Düz asılıdır. Hooke qanunu da deyilib ki, kiçik deformasiyalarda mexaniki gərginlik nisbi uzanmadan düz mütənasibdir, düz asılıdır. Yəni burada Y-O bizim üçün mütənasiblik həddi
həddi hesab olunacaq və burada nə olacaq? Hüquq qanunun ödənildiyi maksimal qiymət uyğun gələcək. Daha sonra gəlir AB hissəsi. Fikir verirsinizsə AB hissəsində artıq düz asılıq deyil. Yəni biraz görürsüz ki, burada artıq əyilmə meydana gəlib. Onda AB hissəsi artıq bizim üçün elə bil ki, maddə yavaş-yavaş elastikliyin itirməyə başlayır da. Hələ tam qeyri-elastik olmuyor, amma elastikliyin yavaş-yavaş itirməyə başlayır. Ona görə də ora elastiklik həddidir. Elastiklik həddi hesab olunur. Aha, deməli, bura oldu mütənasiblik həddi, bura oldu elastiklik həddi, elastiki deformasiyadan gərginliyin maksimal qiymətidir. Artıq C nöqtəsinə baxdıqda isə, yəni burada BC hissəsi var. BC hissəsində artıq bizim deformasiyamız qeyri-elastiki olur. CD hissəsi isə görürsüz ki, düz asılıdır. Yəni C nöqtəsindən artıq D nöqtəsinə gedən kimi mexaniki gərginlik görürsüz ki, baxın sabit qalıb. Amma nisbi uzanma get-gedə artır. Yəni burada artıq maddənin, materialın belə deyək, axması hadisəsi baş verir. Yəni ora həm də bizim üçün axma həddi hesab olunur. Deməli baxın, onda deməli burada bax bu CD hissəsi bizim üçün materialın axmasıdır. Axma həddi deyək. Axma həddi. Axma həddi və materialın axmasına uyğundur. Daha sonra burada bizdə gələcək nə? CD hissəsində bildim ki, material artdı. Artıq Y nöqtəsi var. Y nöqtəsi möhkəmlik həddidir. Yəni möhkəmlik həddi də mexaniki gərginliyin, nümunənin dağılmasına səbəb olan qiymətidir. Yəni bu Y nöqtəsində artıq dayana biləcəyi maksimal belə deyək, təzyiqə dayanıb da. Bu Y nöqtəsi bizim üçün nə adlanacaq, ona görə də möhkəmlik həddi hesab olunacaq. Yəni tab gətirdiyi maksimal həddi də belə deyək. Möhkəmlik həddi hesab olunacaq. Əgər sən möhkəmlik həddindən də cismin tab gətirdiyi gərginliyin maksimal qiymətindən də daha böyük bir nisbi uzanma yaratmaq istəsən, artıq onda o həddən sonra nə edəcək? Gərginlik yavaş-yavaş başlayacaq düşməyə. Yəni artıq material nə elədi? Material artıq sındı da, belə deyək, qırıldı ya da nəsə hər nədirsə elə bir şey. Yəni deformasiyası tamamilə məhv oldu. Onda burada K nöqtəsi də nə olacaq? K nöqtəsi də bizim üçün materialın dağılmasına belə deyək də uyğun gəlir. Aha, deməli yazaq materialın dağılmasına uyğundur, belə yazaq. YK hissəsində isə indi bir dənə fikir verək. Gəlin, baxın bu YK hissəsində bəs ay müəllim nə olur? Baxın, Y-dən K-ya bu gəlir. Artıq möhkəmliyin həddindən yavaş-yavaş başladı dağılmağa. Ona görə də YK hissəsi kövrəkliyi xarakterizə edir, belə deyək, kövrəkliyi göstərir. Yəni artıq materiala o qədər qüvvə verdik ki, artıq material dağılır da, belə deyək. Ona görə də kövrəkliyi xarakterizə edir o hissədə bizim üçün. Bunlar da çox önəmlidir. Çünki testlərdə zadda bunlar hamısı bir-bir düşür. Yəni bunları da mütləq şəkildə bilmək lazımdır. Aha. Daha sonra kövrək cisim işlə bilək. Kövrək cisim nə olar sizdə? Kövrək cisim tez dağılan cisimdir. Yəni kiçik deformasiyalarda dağılan cisimlər bizim üçün kövrək cisimlər hesab olunacaq.